barış səsi. Tərbiyyət xiyabanında Xeyriyyə xəstəxanasının üzbəyüzündə Əncümən adında bir küçə vardı ki, xiyaban salanda bu küçə ortadan bölündü. Əncümən küçəsi quzey tərəfdən Səfi bazarına və Cümə Məscid bazarına çıxır. Bir tərəfdən də dik başına ki, indi namaz meydanı deyilirə bağlanır. Əncümən küçəsinin adından bəlli olduğu kimi, Azərbaycan İyaləti Əncüməninin mərkəzi və İranın birinci İyaləti Əncüməninin yeri idi ki, Məşrutə İnqilabının başlanışında quruldu. Bu əncümən Məşrutə İnqilabının qazanmasında böyük rol oynamışdır və iqtisadi, ictimai və rifahi baxımdan Təbriz millətinin müşkülünü rəf edirdi. Azərbaycan İyaləti Əncüməni həmən əncüməndir ki, Məşrutənin lap böyük və əsas müşkülünü, yəni anayasanı, qanunu tənzim etməyi həll etdi və onu qanuni və parlamanı olaraq göstərdi. Bu əncümən İranın başqa iyalət və vilayətlərinin əncüməninə bir ülgü olmuşdu. Elə ki, Tehran, Kirman, Fars və Xurasanda olan iyaləti əncümənlər öz sıxıntılarını Azərbaycan İyaləti Əncüməni ilə paylaşırdı və həll etməsi üçün Təbrizdən yardım istəyirdi. Azərbaycan tarixinin səfhələrində bu əncümənin əzasından olan mərhum Hacı Mehdi Kuzəkonani, Mirzə Hüseyn Vaiz, Mirzə Cavad Natiq, Mirzə İsmail Nobəri, Hacı İsmail Əmirxizi, Şeyx Məhəmməd Xiyabani, Şəhid Siqqətülislam kimi adlım şəxsiyyətlərin adı parlayır. Əncümənin başlanışında Təbrizin hər məhəlləsində nümayəndə seçilirdi və əncümənin yığıncaqlarında bir yerə toplanırdılar. Əncümənin birinci başçısı millətin atası ləqəbi ilə tanınan Hacı Mehdi Kuzəkonani idi. Onun haqqında deyiblər ki, Məşrutəni 2 tüfəng, 1 börk və 3 boğaz qorudu. 2 tüfəng Səttarxan və Baqırxanın tüfəngi, börk də Hacı Mehdinin börkü. Niyə ki, Hacı Mehdi Kuzəkonani iş pozulanda öz börkün yerə çırpardı. Şeyx Səlim Mirzə Hüseyn Vaiz və Mirzə Cavad Natiq alovlu danışıqlarla 3 boğaz adlanmışdılar. Azərbaycan İyaləti Əncüməni millətin haqqını diriltmək yolunda neçə savaş edib və dalbadal qazanmaqdan sonra Tezar qoşunun Təbrizi təsərrüf etməsi ilə sonunda bağlandı. Azərbaycanın İyaləti Əncüməninin sonuncu iqdamı Ruslar ikinci ultimatomu İrana verəndə idi. Azərbaycan milləti əncümənə üz gətirdilər. 1290-cı şəmsi ilin Azər ayının 8-də Təbrizin əncümənindən Tehrana bir teleqraf göndərildi. O teleqrafda ultimatomun qabağında dayanmaq istənilmişdi. Tehran və başqa şəhərlərdə etiraz üçün bazarlar bağlandı. Təbriz millətinin də həyəcanı görməli idi. Kiçikdən böyükə xiyabanlarda təzahürata çıxdılar. Bu təzahürat o zaman oldu ki, Rusun qəzaq və saldatları ölkədə yerləşmişdilər. Əncümən çoxlu teleqraf başqa iyaləti əncümənlərə göndərdi və onlardan dayanmalarını istədi. Təbrizin İyaləti Əncüməni İstanbulun Səadət Əncüməninin tərqi ilə Nəcəf Əşrəfin üləması ilə irtibat qurdu və Nəcəfdən fətva verildi ki, Rusi cinsi təhrim eləsinlər. Ancaq Azərin 29-unda Tehranda Rusiyanın ultimatomu dövlət tərəfindən qəbul edildi. Məclis bağlandı və Təbrizin durumu elə oldu ki, tək başına Rusların qabağında dayandılar və haqsız savaş Azərbaycanın mücahidləri və Rusiyanın mücəhhəz saldatları arasında baş verdi. Sonunda 1290-cı ilin dey ayının birində Azərbaycan İyaləti Əncüməni dağıldı və 6 il savaşdan sonra Təbrizin əncüməni münhəll oldu. 3 gün sonrası Təbriz şəhəri Ruslar əli ilə alındı və Ruslar alçaq insan kimi qiyamın başçıların və günahsız insanları öldürməyə başladılar. Demək olar 2-ci Aşura bu ölkədə Siqqətülislamın, Müsyonun 2 oğlu və yüzlərcə nəfərin şəhadəti ilə baş verdi.